62-ci suala baxırıq. Bu yiyəlik halla bağlıdır. Birinci punktda The Brown Son verilmişdir. The artiklından sonra əgər ad gəlirsə, demək bu soyaddır və cəmdə göstərilməlidir. Yəni The Browns S apostrofdan əvvəl olmalıdır, sonra yox. Soyad bütöv bir ailəni bildirəndə cəmdə işlənir və qarşısında the artikli olur. The Browns son olmalıydı S apostrofdan qabaq. Ona görə birinci punkt olan variantlar səhvdir. Birinci punkt deməli C-də var, A-də var. Ona görə bu variantları götürə bilmərik. İkinci punktda Mr. Brown's son. Deməli Mr. adın qarşısında Mr. Mrs. varsa, demək bu cəmdə götürülə bilməz, tək formada olmalıdır və həmin addan sonra apostrof, sonra S yiyəlik halı olmalıdır. S apostrofdan qabaq ola bilməz. S apostrofdan sonra olmalıdır. Qarşısında əgər Mr. varsa, ümumiyyətlə addırsa. Yəni ikinci punkt doğrudur. Mr. Brown's son. Üçdə də yenə The Brown's daughter, yenə də burada birinci kimi səhvdir. Çünki Z-dən sonra soyaddır, bütöv bir ailəni bildirir. Brownların qızı demək istəyir. Z-dən sonra Brown cəmdə olmalıydı. S apostrofdan öncə olmalıydı. Sonra verildiyinə görə səhvdir. 4-də yenə ikinci kimi və yaxud da dediyimiz kimi Mr. Mrs. sözü varsa soyadların qarşısında həmin sözlərin, adların yiyəlik halı, apostrof, sonra S olmalıydı, olmalıdır. Demək 2-də düzdür, 4-də düzdür. Doğru variantımız I variantıdır. Demək 63-cü sualda bizdən which is wrong səhvi tapmağımızı istəyir. A lot of paper, a lot of həm sayıla bilməyən isimlərin qarşısında işlənir, paper sayılmır. Həm də demək cəm isimlərin qarşısında işlənir. Yəni doğru A variantı doğrudur. Biz səhvi tapmalıyıq. B-də many irons, irons demək ütü mənasında cəmlənə bilir, amma dəmir mənasında cəmlənmir. Burada ütü mənasındadır. Ona görə də many cəm isimlərin qarşısında işlənə bilir. B variantı da doğrudur. C variantında many homework, homework sayılmır. Many sayıla bilməyən isimlərlə işlənə bilmir. Ona görə bizim səhv variantımız, yəni götürməli olduğumuz səhv variant C variantıdır. Çünki bizdən səhvi tapmağımızı istəyir. Burada C variantı səhvdir. Yəni doğru götürəcəyimiz variant C variantıdır. D variantında nədir? Several works. Burada bu da yəni heç bir səhv yoxdur burada. Several'dan sonra cəm isim tələb olunur. Work'ın iş mənasında sayılmır, amma əsər mənasında sayılır, cəmlənə bilir. Yəqin ki, burada da əsər mənasındadır. Yəni several özündən sonra cəm isim tələb edir. D variantı doğrudur. E variantında a little boy, a little burada sifətdir və boy təkdə olduğuna görə, sayıla bilən tək isim olduğuna görə onun artiklı little'dan sifətindən önə keçib. Bu da doğru variantdır. Bizim tapmalı olduğumuz səhv variant C variantı idi. Yəni seçməli olduğumuz C variantı idi. Deməli doğru variantımız C-dir. Çünki bu səhvdir. 64-də cümlə düzəltməliyik. Demək burada biz bilirik ki, ingilis dilində mübtəda, sonra xəbər gəlir. Demək bizim ilk baxışdan görürük ki, the king var və the pomegranate var. Qabağında article olan sözlər mübtəda olur və baxaq nəyi önə qoymalıyıq. Cümlədə digər sözlərə baxsaq, tərcümə etsək, məntiqi cəhətdən bilərik ki, yəni the king is pomegranate, kral nardır desək, king kraldır, pomegranate isə nardır, yəni meyvə. Bu məntiqi cəhətdən düz olmaz. Həmçinin burada fruits var, meyvə var. Demək bizim mübtədamız pomegranate olacaq əvvəldə, nar, sonra xəbər, ikinci punkt olacaq is. Çünki xəbər mübtədadan sonra gəlir. The pomegranate is
Demək, sonra gəlir digər cümlə üzvləri. Yəni ingilis dilində sözlərin sırasına əsasən in the east cümlənin ən axırında gələcək yer zərfidir. The pomegranate is the king of fruits in the east. Nar şərqdə meyvələrin kralıdır, kralı sayılır. Deməli, doğru variant 4, 2, 3, 1, 5. Yəni burada mübtəda, xəbər, sonra tamamlıq və zərflik gəlmişdir. Doğru variantımız D variantıdır. Sonra choose a correct variant 65-ci sual. Demək, burada there is, there are və yaxud it is ilə bağlıdır. Demək, baxırıq cümləyə a lot of black clouds in the sky and windy too. Demək, burada biz nə görürük? Burada məkan varsa, in the sky var. Deməli, səmada qara buludlar, clouds cəmdədir. Demək, biz there is, there-anı nə vaxt işlədirik? There is, there var, vardır deməkdir. There is-dən sonra tək isim tələb olunur. There-dan sonra cəm isim tələb olunur. Burada clouds cəmdədir və vardır. Nəyinsə haradasa olduğunu və ya olmadığını bildirmək istəyiriksə, yəni orada məkan da göstəriksə, there is, there-dan istifadə olunur. Burada da birinci boşluqda məkan da var, in the sky və həmçinin burada clouds cəmdədir, səmada qara buludlar var. Deməli, birinci boşluğa there yerləşdirməliyik. There are a lot of black clouds in the sky and demək, windy too. İkinci tərəfdə küləklidir. Yəni, bu ikinci tərəfdə sifətdir. Sifətdir və sifətin önündə biz it is yerləşdirməliyik. It is windy too. Yəni, sifətdən sonra isim yoxdur, məkan yoxdur. Ona görə burada there is və yaxud da there was və yaxud da there are, there were fikirləşə bilmərik. Doğru variantımız B variantıdır. There are a lot of black clouds in the sky and it is windy too. Səmada çoxlu deməli qara buludlar var və həmçinin küləklidir. B variantı doğrudur. 66-cı sualda deməli Vladimir was born article-la bağlıdır. England but he can't speak English well. Demək, Vladimir İngiltərədə doğulub, amma ingilis dilində yaxşı danışa bilmir. Demək, İngiltərə qarşısında article işlədilməyən ölkədir. Biz bilirik ki, artiklı ölkələrin qarşısında nə vaxt işlədə bilərik? O halda işlədə bilirik ki, artiklı həmin ölkənin yanında United Kingdom, Republic kimi sözlər olsun və yaxud da bəzi istisna ölkələr var ki, onlar the article ilə işlənir. England bu ölkələrdən deyil. Englandın qarşısında article işlədə bilmirik. İkinci tərəfdə but he can't speak English. Deməli, biz dil adlarının qarşısında o zaman the article işlədə bilərik ki, onun yanında language sözü yazılmış olsun, işlənmiş olsun. Burada English language, language sözü yoxdur. Olmadığı halda dil adlarının qarşısında biz heç bir article, yəni the article-ı da işlətmirik. Demək, burada doğru variantımız A variantıdır. Hər iki tərəfdə artiklsız olacaq, boşluq olacaq. Vladimir was born in England, but he can't speak English well. 67-ci sual, deməli, nə ilə bağlıdır? Burada əvəzliklərlə bağlıdır, yəlik əvəzlikləri ilə bağlıdır. Bildiyimiz kimi yəlik əvəzliklərinin müstəqil işlənən formaları var və aslı formaları var. Demək, burada müstəqil işlənən forma odur ki, ondan sonra isim işlətmirik. Aslı forma isə odur ki, ondan sonra mütləq isim olmalıdır. Baxırıq variantlara, baxırıq cümləyə. Deməli, cümlədə house is bigger than, house var, isim var burada. İsim varsa, deməli, bunun qarşısında aslı forma olmalıdır. Baxaq, aslı forma hansı variantlarda var? Aslı forma A variantında var, my, B variantında var, our.
Digər variantlarda aslı forma yoxdur. C-də məsələn hers müstəqil işlənən formadır. Onunki deməkdir. D-də she şəxs əvəzliyidir. I-də it şəxs əvəzliyidir. Yəni şəxs əvəzliklərindən sonra, şəxs əvəzliklərinin adlıq halından sonra feil gəlir, isim gəlmir, cümlənin əvvəlində olur. Ona görə D variantı, I variantı və C variantı səhvdir. İndi baxırıq A ilə B variantına. Demək, ikinci tərəfə baxırıq. Deməli, ikinci tərəfdə zəndən sonra boşluqdur və boşluqdan sonra heç bir isim yoxdur. Bu deməkdir ki, isim yoxdursa, biz burada müstəqil işlənən yiyəlik əvəzliyi yerləşdirməliyik bura. Yəni, asılı forma ola bilməz. Burada da A variantında yourdur. Your özündən sonra isim tələb edir. My kimi your da özündən sonra mənim, sənin deməkdir. Özündən sonra isim tələb edir. Ona görə A variantı səhvdir. Doğru variantımız B variantıdır. Our house is bigger than yours. Bizim evimiz sizinkindən daha böyükdür. B variantı doğrudur. 68-ci sualda which is not a vegetable, hansı tərəvəz deyil. Yəni burada tərcümə ilə bağlı bir testdir. Parrot, tomato, cabbage, potato, carrot. Demək, tomato pomidor, cabbage kələm, potato kartof, bilirsiniz bunları, asan sualdır. I variantında carrot kök. Parrot isə tutuquşu. Deməli, tərəvəz olmayan hansıdır? A variantıdır, parrot. Sonra 69-cu sual. A tailor means a person. Yenə də tərcümə ilə bağlıdır. Tailor kimə deyilir? Yəni, mənası nədir? Definitionu nədir? Tailor dərzi deməkdir. Who sells meat in a shop? Mağazada ət satana deyilir. Xeyir. Who works in a shop that sells fresh vegetables and fruits? Mağazada işləyən, yəni tərəvəz, meyvə satana deyilir. Xeyir. Whose job is to make or sell bread and cakes? C variantında deyir, yəni kiminki işi çörək və tort bişirməkdir. Xeyir. D variantında whose job is to prepare and sell medicines and other goods in a shop. D variantında deyir ki, kiminki işi dərman hazırlamaq və satmaq və mağazada digər deməli sell medicines and other goods in a shop və mağazada dərman və digər məhsullar hazırlayıb satmaqdır. Xeyir, D variantı da səhvdir. I variantında whose job is to make or repair clothes. Kiminki işi, yəni paltar hazırlayıb, yəni repair bərpa etmək, yəni tikmək, bir mənası təmir etmək deyə bilmərik də burada. Paltarı tikmək, düzəltməkdir. Yəni doğru variantımız I variantıdır. A tailor means a person whose job is to make or repair clothes. Paltar tikib hazırlayana tailor, yəni dərzi deyilir. Doğru variant I.